Salam, hər vaxtınız xeyir olsun. Bu sizin üçün tarix 10-cu sinifə aid olan sınağın izahını verəcəm. Əslində sinifin heç bir əhəmiyyəti yoxdur, çünki əgər siz təkrar etmək istəyirsinizsə, təkrar əhəmiyyətli olur bu sınaqlar sizin üçün və özünüzü təkmilləşdirmiş olursunuz və hansı bölmədə boşluğunuzun olduğunu bilirsiniz. Instagram səhifəmə də abunə olsanız, izləsəniz sevinərəm. Burada qeyd eləyəcəm. Orada da gündəlik hekayədə sınaqlar paylaşıram. Başlayaq dərsin izahına. Deməli, deyir ki, səbəb-nəticə əlaqələrinin doğru verildiyi bəndləri müəyyən edin. Deyir, İraq Səlcuq hökmdarı Sultan Məsudun Şirvana yürüş etməsi 1123-cü ildədir. Didqor döyüşü isə 1121-ci ildədir. Yəni, səbəblə nəticə üst-üstə düşmədiyinə görə bir olan variantlarımız yanlışdır. Bəndərin başçılığı ilə 1231-ci ildə Gəncədə üsyan baş verib Xarəzmşahlara qarşı, amma Şirvanın tabe edilməsi 14-cü əsr olduğuna görə 2 də yanlışdır. Qazan xanın hakimiyyətə gəlməsi, bəli, Hülakülər dövlətində dağınıqlıq dövrünün başa çatması doğrudur. Qaraqoyunlu dövlətinin meydana gəlməsi ilə Oğuzlar yenidən Azərbaycanda bərqərar olurlar. Bu da doğrudur. Deməli, sizin doğru cavabınız C-dir. B-də Bağdad döyüşü 1394-cü ildədir, düzdür. Amma Əlincə qalası tutulması 1400-cü ildədir Teymurilər tərəfindən. Ona görə 5 də yanlışdır. Göstərilənlərin aiddir. Döyüşün taleyini Osmanlı ordusundakı oxçular həll etdilər. Bizanslılar, yəni söhbət Bizansla Osmanlı arasında gedən döyüşlərdən gedir. Terek döyüşü 1385, Toxtamış, yəni Qızıl Ordunla Teymurilər arasındadır və nəticədə Teymurilər qalib gəlib. Ankara döyüşü Teymurilərlə Osmanlı arasındadır 1402-ci ildə. Burada ümumiyyətlə doğru cavab 1526-cı ildə baş verən Maltepe döyüşüdür. Çünki Osmanlılarla Bizanslılar arasında olub. Kalka döyüşü olub 1223-cü ildə Çingiz xanın hakimiyyəti dövründə. Və Kosova döyüşü 1389-cu ildə olub 1-ci Muradın hakimiyyəti dövründə və öz nüfuzlarını Balkanlarda möhkəmləndirmişdilər. Yəni doğru cavab A variantıdır. Elxani Qazan xan tərəfindən qadağan edilməyib sahibsiz torpaqların hərbiçilərə paylanılması. Yəni edilməyib bu. Daha əvvəl baş verən hadisə. Baş ştatların çağırılması bilirik ki 1302-ci ildədir. Əmir Teymurun Dehli sultanlığına Diyazarda Hindistana Diyazar 1398-ci ildə hücum edib. Ağ Qızılgül müharibəsinin başlaması deyirsə 1455-dir. Başa çatması desəydi 1485-dir. Xaçlıların Təbəriyə döyüşü 1187-dir və Toxtamış xanın Moskvanı ələ keçirməsi Dərbəndilər sülaləsinin hakimiyyətə gəldiyi ildədir 1382. Y deyil burada. Burada doğru cavab olacaq D variantı. Çünki ən əvvəl olan hadisə odur. 35-də deyir Teymuri Şahrıxın ölümü. Teymuri Şahrıx 1447-ci ildə ölüb və bunun vəfatından sonra Cahanşah müstəqil siyasət yürüdüb. Çünki bilirik ki 1436-dan 1447-ci ilə kimi Qaraqoyunlular Teymurilərdən asılı vəziyyətdə dövlətlərini idarə ediblər. Ona görə doğru cavab B-dir. Sərduruz döyüşü 1408-dir. Toxtamışın Buxara və Səmərqəndi 1387. Sərbədarilər 1365. Şirvanşah qoşunlarının Təbrizə daxil olması 1405 ya da 1406. Doğru cavab B-dir. Uyğunluq gözlənilib. Ani şəhəri uğrunda həm Eldənizlər, həm də Səlcuqlar mübarizə aparıblar. Bu düzdür. Abbasi xəlifəsi Sultan tituluna layiq görüb Qızıl Arslandan el tutmuş xanı. Bu da düzdür. 1-2 düzdürsə doğru cavabımız D-dir. Teymurilərlə Qaraqoyunlu arasında Əsəd döyüşü Cəlalilərlə Qaraqoyunlular arasında olub. Ona görə 3 yanlışdır. Monqolların birinci yürüşündə Təbrizdən Gəncə xərac ödəyib. Düzdür. Herat müqaviləsi 1458-ci ildədir. Cəlairi yox, Teymurilərlə Qaraqoyunlular arasındadır. Ona görə doğru cavabınız D-dir. Qəznəli hökmdarı Sultan Məsud Hindistana səfərini yarımçıq saxlamasının səbəbi Nişapurda 1038-ci ildə Səlcuq dövlətinin yaranması idi. C variantı. Dərbəndin ciddi mühafizə olunduğunu bilən Monqollar hiləyə əl atdılar və Şirvanşaha xəbər göndərib onunla sülh bağlamaq istədiklərini bildirdilər. Şirvanşah bu təklifi qəbul etdi və danışıq üçün 10 nəfərlik elçi heyəti göndərdi. Monqollar elçilərdən birini öldürdülər və digərlərini məcbur etdilər ki, onları gizli yolla Dərbənddən şimala keçirsinlər. Və beləliklə Monqollar öz niyyətlərinə nail oldular və Monqolistana qayıtdılar. Mətndə bəhs edilən hadisədən sonra Azərbaycan tarixində baş vermişdir. Mətndə bəhs edilən hadisə 1222-ci ildədir.
dövründədir. İndi Dərbənd Əmirliyi Şirvanşahlar Dövlətinə birləşdirilməsi 1075-dir. Bizim cavabımız deyil. Azərbaycan Xarəzmşah Cəlaləddinin hücumlarına məruz qalması 1225-ci ildədir. Bu doğru cavab ola bilər. Şirvanşah 3-cü Mənüçöhrün Səlcuqlara illik bac ödəməkdən imtina etməsi 1120-dir. Bu deyil. Bərdə şəhərinin Slavyanlar tərəfindən tutulması 944-dür. Bu da deyil. Azərbaycan ilk dəfə vahid halda birləşdirilməsi Sacilərin dövründədir. 9-cu əsrin 10-cu əsrin birinci yarısında. Ona görə doğru cavabınız elə qalır B variantı. 2-ci əsrdə Albaniya dövlətinin xarici siyasəti üçün Səccəvi də Adrianla diplomatik əlaqələr saxlaması. Adrianın öz fəaliyyəti də Romada onun hakimiyyəti dövründə qulların öldürülməsinin qadağan edilməsi idi. Yəni burada doğru cavab olacaq Y variantı. Xəritə sualı. Deməli, deyir ki, müasir xəritəyə əsasən uyğunluğu müəyyən edin. 1. Bizim üçün Hindistandır. 2 isə Çindir. Amma eradan əvvəl 3-cü əsr deyir. Buna diqqət etməlisiniz. Sarısaqlar üsyanı bizim eranın 2-ci əsrdə, eradan əvvəl deyil. Bu səbəbdən A olan bütün variantları silirik, bir dənə D gedir. Ölkənin Aşoka tərəfindən vahid dövlətlə birləşdirilməsi 3-cü əsrin ikinci yarısında Hindistana aiddir. 1-ə B-ni qeyd etməlisiniz. Xan sülaləsinin hakimiyyətə gəlməsi eradan əvvəl 200-dədir. Bir dəqiqə. Çindədir. 2-yə C. 206. 2-yə C. Deməli, Böyük İpək yolunun fəaliyyətə başlaması eradan əvvəl 2-ci əsrdir. D-də olan variantlar yanlışdır. Makedoniyalı İskəndər eradan əvvəl 323-cü ildə vəfat edib, yəni 4-cü əsrdə. Ona görə Y də yanlışdır. Doğru cavabınız olur Y variantı. Məhəmməd Cahan Pəhləvan hakimiyyətə gəlib 1175-ci ildə və bu dövrdə Şirvanşahlarda Slavyanların hücumuna məruz qalıb. 1-ci Aksitan Slavyanların ölkə ərazisinə yürüşlərinə son qoyub 1175-ci ildə. Dərbəndilər 1382-dən 1538-ədir. Səlcuq asılılığına son qoydu, yanlışdır. 1157-də süqut edib. Dərbənd Əmirliyinin asılı vəziyyətə salması Əmir Teymur 14-cü əsrdir. Doğru cavab A-dır. Şirvanşah 1-ci Fərrubürcdən fərqli olaraq Aksitan Hülakülər dövlətindən asılı vəziyyətə düşüb. Ümumiyyətlə o hakimiyyətdə olub 1243-dən 1260-cı ilə qədər və 1258-də Hülakülər dövləti yaranıb, 2 il Hülakülərdən asılı vəziyyətdə dövləti idarə edib. Yəni Aksitanın dövründə də 2 illik. Ondan sonra 43. Aralıq dənizinin şərqinə nəzarət etmək istəyən Roma nə edir? Makedoniya ilə Yunanistanı işğal edir. Eradan əvvəl 146-cı ildə. Hökmdarlar üçün ortaq cəhəti müəyyən edin. Həm Şirvanşah 1-ci İbrahim, həm Yusif, həm 1-ci İbrahim Dərbəndi. Bəyazid üzrüdür. Bu zaman siz götürəcəksiniz İldırım Bəyazid Y variantını. Teymurilər üzərində qələbə qazanılması hər biri üçün oxşar cəhətdir, hansı ki, Əmir Teymur vəfat edəndən sonra Teymurilər məğlub olublar döyüşlərdə. Ona kimi Əmir Teymurun məğlub olduğu döyüşü qeyd eləmirik. Mahmud Qəznəli ilə Eltutmuş xan. Monqol hücumlarına qarşı mübarizə aparılması. Deməli, burada 2-yə A-nı götürürük Monqollara qarşı. Hindistan şimal torpaqlarına hücum edilməsi bu hər ikisi üçün oxşar cəhətdir. Ona görə biz 3-ə B-ni götürürük. Dəndənəkən döyüşündə heç bir hakimiyyətdə olmayıb, Sultan Məsud hakimiyyətdə olub. Ona görə C yanlışdır. Və Abbasi xəlifəsinin hər ikisi sultan titulu alıblar, tanınıblar. Samani dövlətində 999-cu ildə Qaraxanlılarla Qəznəlilər birlikdə bölüşdürüblər. Ona görə doğru cavabınız olacaq Y variantı. Qədim daş dövründədir, qəbilə icmasına aid olan hadisə. Daş dövrü hansı dövrdür? Paleolit. Qədim. Qəbilə icması üst paleolitdə yaranıb. Deməli, siz sadəcə üst paleolitə aid olan götürməlisiniz. İnsanların heyvanları əhəlləşdirməyə başlaması mezolit dövründədir. Dairəvi evlər eneolit dövründədir. Homo sapiens düz ağıllı insan bu dövrdə yaşayıb. Toxa əkinçiliyinin yaranması neolit, əhalinin oturaq həyatı keçməsi neolit. Amma bizdən paleolitə aid olan istəyirdi. Cavanşir ilə Böyük Karol üçün oxşar cəhət ondan ibarətdir ki, Bizans üzərinə hərbi yürüş səhvdir. Çünki hər ikisi də diplomatik əlaqələr saxlayıblar. Avar xaqanlığına qarşı mübarizə Böyük Karola aiddir. Yeni sülalənin əsasının qoyulması
Heç birinə aid deyil. Saks tayfalarla mübarizə aparan Böyük Karoldur, amma hər ikisi ərəb xilafəti ilə diplomatik əlaqələr saxlayıb. Cavanşir 667-670-ci illərdə, Böyük Karol isə öz hakimiyyət illərində 768-814-cü illərdə. Atropatenanın İskəndərin imperiyasının dağılması nəticəsində yaranmış dövlətlərin əksəriyyətindən fərqli cəhəti ondan ibarət idi ki, yerli əhalinin nümayəndəsi tərəfindən əsası qoyulub. Doğru cavabınız olacaq D variantı. Ondan sonra 49-a baxırıq. 49-da bizə qeyd olunub ki, xəritədə işarə edilmiş dövlətə aid tarixi hadisələri müəyyən edin. Xəritədə gördüyümüz ərazi İspaniyadır. İspaniyanın yanı Fransa, Almaniya, bura İngiltərə, Rusiya, Türkiyə, İtaliya, Roma, Yunanistan və s. İndi deyir ki, Frank imperiyasının parçalanması nəticəsində yaranıb. Dedik, xəritədə göstərilən ərazi İspaniyadır. İspaniyada Frank imperiyasının parçalanması nəticəsində yaranmayıb. Çünki Frank imperiyasını ümumiyyətlə yaradan müqavilə hansı idi? 843-də Verden müqaviləsi və Verden müqaviləsinə əsasən biz qeyd edirik ki, hansı dövlətlər yarandı? Fransa, Almaniya və İtaliya. Deməli, bir olan variantlarını cavabdan çıxmalıyıq. Qranadanın işğal olunması düzdür. Fransa ilə birlikdə Navarranın işğal olunması düzdür və məğlub edilməz Armadanın məğlub edilməsi bu da düzdür. 1588-ci ildə. Tudorlar da İngiltərədə hakimiyyətdə olub. 5-i də siləndə doğru cavabınız qalır B variantı. Ondan sonra Rəvadilər və Qaraxanlı dövlətləri üçün oxşar cəhəti müəyyən etməyimizi istəyir bizdən. Hər ikisi Səlcuqların hücumuna məruz qalıb. Çünki Rəvadilər 1054-cü ildə məruz qalıb yürüşlərə. Qaraxanlılar da müxtəlif illərdə Səlcuqların hücumuna məruz qalıblar. 1-ci Məlikşahdan başlayaraq. Samani dövlətin ərazisini bölüşdürən Qaraxanlıla Qəznəlidir. Təbriz şəhərinin paytaxt olması Rəvadi üçün səciyyəvidir. Türk dilli tayfalar tərəfindən yaradılması Rəvadi üçün yanlışdır. Xarəzmşahlığa Rəvadiyə aid deyil. Ona görə deyil. 51. Xaçlı yürüşlərinin nəticələri ilə bağlı uyğunluğu. Yəni doğrunun altında doğru, yanlışın altında yanlış olanları müəyyən etməliyik. Şərq ölkələrində mədəniyyət inkişaf eləmir, əksinə tənəzzül uğrayır. Buna görə bir yanlışdır. Bizans Aralıq dənizində ticarət üstünlüyünü itirir və Papanın nüfuzu sarsılır. 2-3 doğru cavabdırsa, deməli Y doğru cavabınızdır. Digərində isə 6 yanlışdır. Şərq xalqları ilk dəfə barət və kağızla tanış oldular. 52-də deyir, İskit şahlığı ilə mübarizədə məğlubiyyətə uğramış dövlətləri müəyyən edin. Burada Midiya ilə Aşuru qeyd edəcəksiniz. Çünki biz bilirik ki, Midiyada 28 illik İskit ağalığı baş verib 653-dən 625-ə kimi və həmçinin Manna ilə İskit birləşib Aşur torpaqlarına da həmçinin hücum eləmişdi. Ona görə doğru cavabınız olacaq C variantı. Deyir, Xostak torpaq sahibliyinə aid olanları müəyyən edin. Demişdik ki, hərbi xidmət əvəzində verilmişdi. 1-ci Xosrovun islahatlarına əsasən yaranmışdı və şərti xarakter daşıyırdı. Yəni doğru cavabınız 2, 3, 5 olacaq. Teymurilər dövlətinə aid olan memarlıq abidələrini tapmağımızı istəyir bizdən. Burada doğru cavabınız 1, 2-dir. Yəni konkret cavabdır. Deyir, göstərilənlərin aid olduğu dövlətin ərazisini müəyyən edin. Burada deyir, Azərbaycanın siyasi oyanışın başlandığı dövrdə meydana gəlib. 10-cu əsrin 80-ci illərində Şirvanşahlar dövlətinə birləşdirilmişdir. Yəni, ikinci cümləni oxuyanda ağlınız gedə bilər Dərbəndilər sülaləsinə, amma digərləri ona uyğun deyil. İslamla xristianlıq arasında kəskin qarşıdurma bölgəsinə çevrilən ərazi söhbət Şəki hakimliyindən gedir. O da xəritədə 2 ilə qeyd olunub. Xronoloji ardıcıllığı deyir, Toxtamış xanın ölkə ərazilərinə Azərbaycana yürüş etməsi 1385. Qaraqoyunlu dövlətində Muş döyüşü 1467. Eldənizlər dövlətinin süquta uğraması 1225 Xərəzmşah Cəlaləddin tərəfindən. Cəlalirli Şeyx Öveysin Şirvanı tabe etməsi 1367. Bu zaman doğru cavabınız olacaq 3, 4, 1, 2. 57-də deyir, uyğunluğu müəyyən edin. Justinian məcəlləsi, Böyük Azadlıqlar Xartiyası. Kral vassallarından müəyyən ediləndən artıq vergi ala bilməzdi. Böyük Azadlıqlar Xartiyası 1215-ci ildədir. Justinian məcəlləsi də 6-cı əsrdədir. Deməli, bu 2-yə aid olacaq.
Dövlət və kilsənin möhkəm ittifaqı öz əksini tapmışdı. Bu 100 Dünya Məcəlləsinə aid olacaq. Bu C heç birinə aid olmayacaq, çünki bu 14-cü əsrə aiddir. Şəhərlərin mövcud azadlıqları təsdiq edildi. Bu Böyük Azadlıqlar Xartiyasındadır. Digəri Y variantı isə 100 Dünya Məcəlləsinə aid olacaq. Digərində situasiyanı, yəni 10-cu siniflərlə 11-ci siniflər üçün eyni saldıqlarına görə digər videozatda bunu izah etmişdim. Hələlik.